Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Günün ən şok və müzakirə olunan xəbərləri ilə yenidən qarşınızdayıq. Toyuq paketlərində gizlənən təhlükə hər kəsi narahat edir. Bu məhsulları alarkən nələrə diqqət etməliyik, sağlamlığımız risk altındadırmı? Azəraqrar ətrafında qalmaqal daha da böyüyür. Şəhid ailəsinə qarşı iddia olunan mənimsəmə cəmiyyətdə ciddi narazılıq yaradıb. Yayılan fotolar isə vəziyyətin düşündüyümüzdən daha ağır olduğunu göstərir. Dünyada isə gərginlik pik həddədir. Alman ordusu Amerika Birləşmiş Ştatları ilə birlikdə hərəkətə keçib. Bu addım hansı nəticələrə səbəb olacaq? İranın Vaşinqtona sərt xəbərdarlığı və Amerika Birləşmiş Ştatlarının qısa və güclü zərbə planı regionda vəziyyəti daha da qızışdırır. Bütün detalları öyrənmək üçün bizi izləmədə qalın. Ən son xəbərləri qaçırmayın. Marketlərdən toyuq məhsulları alarkən bir çox istehlakçının diqqət yetirmədiyi bəzi məqamlar ciddi sağlamlıq təhlükələrinə yol aça bilər. Məsələn, paketlərin dibində görünən çəhrayı və ya qırmızımtıl maye əslində toyuğun təbii protein strukturundan sızan sudur. Lakin bu suyun miqdarı və rəngi məhsulun saxlanma şəraiti haqqında kritik məlumatlar verir. Nojoment az xəbər verir ki, qida üzrə mütəxəssis Məhsəti Hüseynova mövzu ilə bağlı mühüm məqamları vurğulayıb. Paket zədələnməmiş olmalı, üzərində hər hansı şişkinlik müşahidə edilməməlidir. Xüsusilə məhsulun üzərində qalın buz örtüyü varsa, bu onun donunun dəfələrlə açılıb yenidən dondurulduğunun göstəricisidir. Bəzən toyuğun alt hissəsində çəhrayı rəngli maddə və ya buz olur ki, bunu çox vaxt qanla qarışdırırlar. Bu, əslində mioglobin zülalıdır. Əgər maye az miqdardadırsa və kənar qoxu yoxdursa, zərərli deyil. Lakin həmin qat daha qalın və tünd rəngdədirsə, turşumuş qoxu verirsə və yaxud toyuğun üzərində çəhrayı, sarımtıl ləkələr varsa, bu məhsulun köhnə olmasından xəbər verir. Mütəxəssislər ət, süd, balıq və toyuq məhsulları alarkən ehtiyatlı olmağı, məhsulların qoxusuna və görünüşünə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Həmçinin dondurulmuş qidaların soyuducudan çıxarıldıqdan sonra uzun müddət saxlanılmaması barədə xəbərdarlıq edilir. Ağstafa rayonunda fəaliyyət göstərən sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinə məxsus Azəraqrar Dövlət İstehsalat və Emal Kompleksi MÖMC-nin vəzifəli şəxsləri və əməkdaşları tərəfindən ciddi təzyiqlərə, mənimsəmə hallarına və fiziki zorakılığa məruz qaldıqlarını iddia edirlər. Şikayətçilərin sözlərinə görə, dövlət müəssisəsinin bəzi rəhbər şəxsləri tərəfindən qurulan qanunsuz mexanizmlər nəticəsində həm fərdi təsərrüfatlara, həm də dövlət əmlakına külli miqdarda ziyan vurulub. Nojoment aza müraciət edən sahibkar, şəhid ailəsi üzvü Nazilə Orucova bildirib ki, 2019-cu ildən bəri Ceyrançöl qış otlaq sahəsindəki 8 nömrəli fermada fəaliyyət göstərməyə çalışsa da, müxtəlif maneələrlə üzləşib. Mən 2019-cu ildə fəaliyyətə başlayanda müqavilə bağlamaq istəsəm də, o zamanki rəhbərlik buna razı olmadı. Yalnız 2021-ci ildə Azəraqrar MÖMC-nin direktoru Fəda Abbasovla bir illik birgə fəaliyyət müqaviləsi imzalaya bildim və qoyunlarımı dövlət heyvanları ilə birgə saxlamağa başladım. Lakin 2024-cü ilin avqust ayında müqavilə müddətini uzatmaq üçün Bakıya getdiyim zaman, mənim xəbərim olmadan qurumun vəzifəli şəxsi Həsən Abdullayevin tapşırığı ilə çobanlar Sakinə Əliyeva, Yusif Lalayev, Elşən Aşırov və digərləri gecə vaxtı mənim 49 qoyunumu, 42 quzumu və 30 toğlumu mənimsəyiblər. Üstəlik 182 baş heyvanımın bir hissəsini öz xəstə və qoca qoyunları ilə dəyişərək evimə gətiriblər. Həsən Abdullayev. Onun sözlərinə görə bu qanunsuzluqların arxasında rüşvət tələbi dayanır. Həsən, Kamran və Səkinə mənə hər zaman deyirdilər ki, pul verməsən, Ceyrançöldə qoyun saxlaya bilməzsən. Mən bir sahibkar kimi dövlətə vergi ödəməyə hazır olduğumu bildirsəm də, onlar Həsən müəllim bizə belə tapşırıb. Dövlət bizə maaş vermir deyərək mənimlə razılaşmırdılar. Nazilə Orucovanın sözlərinə görə 2025-ci ildə rəhbərlik dəyişsə də problemlər bitmək bilməyib. Yeni direktor Mühasir Abdullayev və müavini Həsən mənə telefon nömrəsi verib dedilər ki, qoyunları fermaya apar, 2 günə gələcəyik. Lakin mən fermaya çatanda çoban Yusif məndən orada qalmaq üçün 5000 manat pul istədi. Bildirdi ki, bura daxil olmaq üçün özü də pul verib.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və Almaniya kansleri Friedrich Merz arasındakı aşkar siyasi fikir ayrılıqlarına rəğmən Berlin və Vaşinqton hərbi əməkdaşlığı görünməmiş səviyyəyə çatdırmaq qərarına gəliblər. İki ölkə hərbi bağları daha da dərinləşdirmək məqsədilə strateji əhəmiyyətli addım atdıqlarını elan ediblər. No Comment az xəbər verir ki, oktyabr ayından etibarən ABA ordusunun polkovnik rütbəli yüksək rütbəli zabiti Almaniya quru qoşunları komandanlığının əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə inteqrasiya olunacaq. Bu barədə Politico nəşrinə həm Bundeswehr, həm də Pentagonun rəsmi nümayəndələri məlumat veriblər. Almaniya ordusundan verilən məlumata görə, bu addım NATO çərçivəsində koordinasiyanın gücləndirilməsinə və hər iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Siyasi müstəvidəki liderlər arasındakı soyuq münasibətlərə baxmayaraq, hərbi sahədəki bu inteqrasiya təhlükəsizlik arxitekturasının qorunması baxımından kritik əhəmiyyət kəsb edir. ABŞ Hörmüz boğazındakı dəniz blokadasını davam etdirəcəyi təqdirdə İran praktik və misli görünməmiş hərbi tədbirlər tətbiq etməyə hazırdır. Ox az xəbər verir ki, bunu Press TV-yə müsahibəsində İranın yüksək vəzifəli mənbəsi bildirib. Onun sözlərinə görə, İran silahlı qüvvələri səbrin həddi olduğunu və Vaşinqtonun mövcud addımları davam edərsə, sərt cavabın zəruri olduğunu hesab edir. Güya blokada adı altında davam edən dəniz quldurluğu və banditizm hərbi cavabla qarşılaşacaq, deyə mənbə qeyd edib. O vurğulayıb ki, Tehranın indiyədək nümayiş etdirdiyi təmkin diplomatiyaya şans vermək və ABŞ-ın münaqişəni yekunlaşdırmaq üçün İranın şərtlərini qəbul etməsinə imkan yaratmaq məqsədi daşıyırdı. Təzyiq davam edəcəyi və İranın şərtlərindən imtina olunacağı təqdirdə düşmən başqa tip cavabla qarşılaşacaq, deyə mənbə bildirib. O əlavə edib ki, blokadanın daha da gücləndirilməsi nəticədə ABŞ-a İrandan daha çox zərər verə bilər. ABŞ-dan danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidi ilə İrana qısa və güclü zərbələr dalğası endirmək planı hazırlayıb. Oxu az xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb. Portal Donald Trumpa istinadən qeyd edir ki, Vaşinqton İranın ABŞ ilə danışıqlar aparmağa hazır olduğu 3 mərhələli planı faktiki olaraq rədd edib. Trump, İranın Hörmüz boğazını açmaq və dəniz blokadasını ləğv etmək, nüvə proqramı üzrə danışıqları isə sonrakı tarixə keçirmək təklifini rədd edir, deyə portal yazıb. Axios mənbələrinin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı İrana, o cümlədən mülki infrastruktur obyektlərinə qısa və güclü zərbələr dalğası planı hazırlayıb. Bildirilir ki, zərbələrdən sonra ABŞ İran rəhbərliyinə təzyiq göstərməyi planlaşdırır ki, Tehran danışıqlar masasına qayıtsın və daha çox çeviklik nümayiş etdirsin. Portalın yazdığına görə, Donald Trump bu mərhələdə Tehrana əsas təzyiq vasitəsi kimi dəniz blokadasını nəzərdən keçirir, lakin hərbi əməliyyat ehtimalını da istisna etmir.